Salam, hər vaxtınız xeyir. Bugün qlobal şəbəkələrdə olan bəzi məsələlərin həllinə bir yerdə baxacağıq. Yəni elə birinci suala nəzər salaq. Deyir ki, məsələn, axtarış nəticəsində bəzi sorğuları verir burada. Bu tip məsələlərdə baxın, bu sual hissəsini, bu tekst hissəsini heç oxumanıza ehtiyac yoxdur. Əsas baxmalı olduğunuz məqam bu cədvəl olan hissədir. Deməli yazıb test or informatika, nə bilim, informatika test yazıb, informatika yazıb. Tələbəm bir anlıq arada beyni error verir ki, yəni düşünür ki, bu sual çətindir. Çox sadə bir sualdır. Necə həll olunur? Baxın, elə bir ki, Google-a test yazmısınız, çıxan nəticələrin sayı nə qədər eləyib? 4500. Baxın, bu onu bildirir. Və yaxud da informatika yazmısınız, çıxan nəticələrin sayı 3400-dür. Okay, test and informatika nədir? İçində həm test sözünün, həm də informatika sözünün keçdiyi ortaq səhifələrin sayını bildirir. İmeni riyaziyyatda çoxluqların kəsişməsi. Test or informatika isə ümumi tapılmış səhifələrin sayını göstərir. Yaxşı, deyə bilərsiniz ki, niyə 3500, 3400 və 4500-ün cəmi 5900 deyil də, burada fərqli ədəd yazdım. Çünki ortaq olan səhifələr sadəcə bir dəfə hesablayıb. Deməli, bunun düsturu var. Deməli, and və or cəmlənir, bərabərləşdirilir and və or olmayanların cəminə. Bunu əsası riyaziyyatdan gəlib. Gəlin riyaziyyat üzərindən bunu izah edeyim mən sizə. Tutalım ki, bizim iki çoxluğumuz var. A çoxluğu olsun, bu da B. A çoxluğunun elementləri sayı 1, 2, 3, 4. B çoxluğunun elementləri olsun. Yaxşı, ortağı yazaq. 5, 6, 7, 8, 9 da olacaq B'dəki elementlər. Yaxşı, n A neçəyə bərabərdir? 6-ya. Yəni A çoxluğunun elementlərinin sayı 6 dənədir. Okey, n B nəyə bərabərdir? 5-ə. N A kəsişmə B, bir də var n A birləşmə B. Baxın, elə bizim ən əməliyyatımız çoxluqların kəsişməsinə uyğun gəlir. Neçə dənə kəsişməsində ədəddən? 1, 2, yəni 5, 6, 2 dənə. Ümumi neçə dənə element var? 9 dənə. Baxın, orta olanları təbii ki, bir dəfə hesablayırıq biz. Dəyişməyən bir qaydamız var. And və orun cəmi, yəni kəsişmə və birləşmənin cəmi tək-tək ayrılıqda çoxluğun elementlərinin cəminə bərabər olmalıdır. 6 ilə 5, 11, 2 ilə 9, 11. Bu həmişə belədir. Yəni, əslində məsələmiz daha da primitivləşdi. Deməli, dedik ki, and və orlar bir yerə yığılmalıdır. And-i bilmirik ki, nədir? Gətirək yerinə bir x qoyaq. X üstə gəl 5900. Heç nə bərabər olmalıdır bu ikisinin cəminə. 4500 üstə gəl 3400. X üstə gəl 5900 bərabərdir 7900-ə. Buradan x alınacaq 2000. Soruşulan hissəni bir dənə x-dən əvəz edin və tənlik kimi həll edin, alınacaq. Gəlin bir dənəsinə də baxaq. Burada necədir? Yenə dedik ki, and və or bir yerə yığılmalıdır. And bilmirəm nədir x. Yazın x üstə gəl, orun nəticəsi nə qədərdir? 3600. Bərabər olmalıdır 2550 üstə gəl 1950. Bərabər olmalıdır 4500-ə. Buradan da x alınacaq 900. Baxın, bu kadar basit. Yine bunun biraz çətin versiyası var. Tələbələr ilk baxanda biraz bu sualdan qorxurlar. Eyni məntiqdir. Dəyişən heç nə yoxdur. Əndi bəzən bu işarə ilə ifadə edirlər. Orada bəzən bunu. Düz xətt. Burada da yazılmış. Məsələlərin şərtində verir özü. Harda bu işarə və yaxud and or görsəz, bu olanları bir tərəfə qruplaşdırmalısınız. Dedik ki, and və or bir qrupdur. Bir komandada onlar. 10, 0, 140. Ondan sonra məndən and kimya tarixi soruşur. Buna da bir dənə x qoyaq. Bərabər olmalıdır içində and və or olmayanlara. Bu da ayrıca bir komandamızdır. Yəni 96, 48, üstə gəl 21. 150 üstə gəl x bərabərdir 165-ə. Buradan da x bərabər olacaq 15-ə. Gördünüz? Yəni əslində o qədər də çətin deyilmiş. Deməli, biraz da
bizim bir komandamız olur. Yerde kalan da bizim diğer bir komandamız olur. Ve bu komandalar birbirine beraber olmalıdır. O formada düşünsəz daha rahat olar. Kim istəsə bu düsturu dəftərinə yazar. Deməli, NA ilə izah edək. NB bərabərdir A and B üstəgəl A or B. Buna baxın, qeyd kimi dəftərinizə yazın hamısı. İndi keçək başqa bir məsələyə. Hansı ki, bunu da biz qlobal şəbəkədə görürük. Düzgün IP ünvandan gedir söhbət. IP ünvan bilirsiniz ki, bizim internetdəki ünvanımızdır. IP ünvan 4 hissədən ibarət olur. Həmin hissələr bir-biri ilə nöqtə ilə ayrılır. Hər hissə 0-255 aralığında qiymət ala bilər. Yəni 0 da ola bilər, 255 də ola bilər. Kəsr ədəd, mənfi ədəd 255-dən böyük ədəd ola bilməz. Yəni 256 olsa yanlışdır. Deyək ki, siz bu boksları elə yanlışı qoymalısınız ki, düzgün IP ünvan alınmalıdır. İdeal variantları yoxlamaqdır. Məsələn, birinci C-ni yoxlayaq. C neymiş? A-nı yoxlayaq. Görək nə deyir burada. Deyir, birinci C-ni gətir qoy. Sonra D-ni. Baxın, özünüzdən heç nə əlavə eləməyin. Nə deyirsə sadəcə yanaşı qoyun. Sonra A-nı, nöqtə 64, sonra da B-ni. 2.16. Bu şey yanlışdır. Çünki burada 642 var. IP-nin ala biləcəyi maksimal qiymət 255-dir. Məsələn, B variantını yoxlayaq. Deyir, birinci C-ni gətirmə, bu yanlışdır. C-ni gətir qoy. Sonra B-ni gətir qoy. Sonra D'ni, sonra da A'nı. Düzdür də 4 hissədir, nöqtə ilə ayrılıb və hər hissə 0-255 aralığındadır. Okey, deməli cavabımız çıxdı B variantı. Digərlərini də özünüz vərəqdə yazıb yoxlaya bilərsiniz. Modem üçün əsas xarakteristikası onun buraxılış qabiliyyəti idi. BPS-in düsturu vardı. BPS bərabərdir baud vurulsun bit. Bizdən heç nə BPS-i soruşur. Yəni bərabərdir. Qiymətləri yerinə qoyacaqsınız. Baud neçədir? 2400. Bit neçədir? 4. Cavab verəcək 9600. Bilirsiniz də bu düsturdan bodu tapmaq üçün BPS-i bitə bölmək lazımdır. Biti də tapmaq üçün BPS-i boda bölmək lazımdır. Bunu da yola salıq getdik. Keçək öbürsünə. Sürətlə bağlı bir düsturda. Bizim baxın, sürətimiz bərabərdir həcmin zamana nisbəti. Deməli, V bizdə nə olacaq? Həcm. Bu formada hamının dəftərində olsun. T nədir? Zaman. Riyaziyyatda gedilən yol nəyə bərabərdir? Deməli, sürət və zaman hasili. Və yaxud adi bildiyimiz sürət öz nəyə bərabərdir? Gedilən yolun zamana nisbəti. Yəni, burada gedilən yol yerinə siz həcm fikirləşə bilərsiniz. Çünki zaten eyni məntiqlə işləyir bunlar. Bizdə deməli, sürəti verib, həcmi də verib. Bizdən zamanı soruşur. Bilirsiniz də, bu düsturdan zaman nəyə bərabərdir? Həcmin sürətə olan nisbətidir. Həcmimiz nə qədərdir? 3600 baytdır. Buna yazılan baytın yazılışıdır. Bəzən tələbə bunu bit kimi bilir. Xeyr, bu baytın yazılışıdır. Bit bölünməsi ilə bit şəklində də yazılır. 57600 bit bölü saniyədir. Onsa saniyə yuxarı çıxır, bitə ixtisar gedəndə elə cavab saniyə ilə alınır. Yaxşı, bura baytla da, bura bitlə də. Nə etməliyəm? Eyni ölçü vahidinə gətirməliyəm. Yəni, xatırlatmalıyam. 1 baytımız 8 bitə bərabərdir. Kiçik ölçü vahiddən həmişə böyüyə keçən zaman bölmək lazımdır. Amma kiçiyə keçən zaman vurmaq lazımdır. Çünki böyüyün içində kiçik çox yerləşir. Mən burada 3600-ü 8-ə də vura bilərəm. Və yaxud da elə ən yaxşısı 57600-ü 8-ə bölüb baytdan ifadə eləməkdir. 3600 bayt bölünsün. Biti bayta çevirən zaman 8-ə bölmək lazımdır. 8-ə böləndə bu 7200 eləyir bayt. Bilirsiniz də bunun yarısıdır. 2'də 1. 2'də 1 də neçədir? 0.5 saniyə. Yəni cavabımız olacaq A variantı. Ölçü vaatlərlə bağlı başqa bir rekordum var. Kimə nə qaranlıq qaldısa o rekorda da baxa bilər.
Yine bu suala nəzər salaq. Deməli 2 avqust BB həmsər əmkin orta qəbuluna düşüb. Sadəcə ədədlər fərqliymiş. Deyir ki, şəbəkə ilə ötürülməzdən əvvəl informasiya ilə kodlaşdırılır ki, informasiyanın həcmi 25% artır. Əgər informasiyanın şəbəkə ilə ötürülmə sürəti 5 megabit bölü saniyə olarsa, ilkin həcmi ilə 80 olarsa, fayl kodlaşdırıldıqdan sonra onun ötürülməsi üçün sərf olunan zamanı istəyir bizdən. Deməli, sürətimiz var, həcmimiz var. Yəni buradan mən zamanı alıb təzən 25% artırsam da eyni nəticəni alaram. Amma ən ideal variant nədir? İlkin həcm 80 megabaytdır. Mən bilirəm ki, hər bir informasiya ötürülməzdən əvvəl 100% olur. 100% olanda bunun həcmi neçəymiş? 80 megabayt. Deyək ki, bu 25% artır. Yaxşı, 125%-də nə olacaq? X. Tənasibdən X-i tapmaq üçün nə etmək lazımdır? 125'i 80'e vurup 100'e bölmek lazımdı. Burada qalacaq 4, 5, 20, cavab gələcək 100. Deməli, informasiya ötürüldükdən sonra onun həcmi 25% artıb olacaq 100. Və yaxud da 80'in üzərinə 80'in 25%-ini gələ bilərsiniz. Birbaşa mən düşünürəm ki, ən ideal variant bunun üçün nədir? Birbaşa 80'in 25%'ini tapaq. Çünki həmişə 100%-dir. 25% artandan sonra bu neçə olacaq? 125%. Yəni 80'in 125%-ni tapmaq. Baxın, tənasübdə də eyni hissəyə gəldik. Ədədin faizini tapmaq üçün ədədi faizə vurub 100-ə bölmək lazımdır. Yenə də cavab beləcə 100. Deməli, V həcmimiz olacaq 100 megabayt. Sürət nəyə bərabər? 5'ə. Megabit bölü saniyə. Tez zaman tapmaq üçün nə etmək lazımdır? Həcmi sürətə bölmək lazımdır. 100'ü 5'ə böləcəm, nəticə mənə verəcək 20. Bu şəkildə. Sonra gəlin başqa birisinə də baxaq. Deyək ki, şəbəkə ilə ötürülməzdən əvvəl verilənlər ilə kodlaşdırılır ki, 25% artır. Şəbəkə ilə ötürülmə sürəti 1024 kilobitdir. Amma bizdən kilobaytla istəyir. Kilobiti kilobayta çevirmək elə biti bayta çevirmək deməkdir. Biti bayta çevirmək üçün biz 8'ə bölürük. 1024 kilobit bölü saniyə bərabərdir. Baxın, 1024'ü 8'ə bölsəm neçə eləyəcək? 128 kilobayt bölü saniyə. Baxın, ifadə elədim bunu. Sürətimdir bu mənim. Sonraki failin ötürülməsi üçün 10 saniyə vaxt tələb olunur. Failin ilkin ölçüsünü soruşur bizdən. Deməli, sürət var, zaman da var. Yaxşı, həcm düsturumuz necə idi? Və sürət bərabərdir həcmi bölünsün zamana. Sürəti verib, zamanı verib. Həcmi tapmaq üçün mən nə etməliyəm? Sürəti vurmalıyam zamana. Yəni 128'i vurulacam ona. Cavab neçə olacaq? Baxın, 1280 kilobayt. Bu mənim həcmimdir. Birinci cümləyə gəlin təzədən baxaq. Deyək ki, şəbəkədən ötürülməzdən əvvəl verilənlər elə kodlaşdırılır ki, informasiyanın həcmi 25% artır. Bizdən ilkin həcmi soruşur. Deməli, bu artandan sonra 1280 olubmuş da tənasübdən həll edirik. 100% olanda bunun ilkin həcmi olurdu da. Bilmirəm axı ilkin həcmi nə qədərdir X. Amma 25% artıb 125% olanda yəni bunun həcmini biz neçə aldıq? 1280. Buradan X-i tapmaq üçün yenə tənasüb 1280'i vuracam 100'ə, böləcəm 1024'ə. 1024'ə niyə? 1280 vur bölü 125'ə. Aha, buradan da cavab eləyəcək 1024. Yəni hansı variant? Y variantı. Başqa sualınız olsa komment hissəsinə qeyd eləyərsiniz. Oldu. Sağ olun, imtahanda hər kəsə uğurlar.